Çangan Unika 2024 81.000 kilometre gedib, injektorun ışığı yanır, injektorun ışığı yanma və dorq eləmə səbəbi nədir? 92 yanacaq. Vurubdu, qardaş yanımızda da hazırda sürüb. Şamları sıradan çıxması da qardaş, bu maşını istəmirsinizsə ustaya getmək, 95 yanacaqdan istifadə edin. İndi qardaş da injektor sistemində sveçalarında problem görsədir, 50-də 60-da neyniyir, dorq eləyir. Bax 81.000 kilometre gedib. Şimdi hazırda servisimizdə CM'də falan da səhvlər verir. Injektorunda çəkiləcəyin işarəsinin yanma səbəbi budur. Bütün Çangan sürən qardaşlara, xanımlara tövsiyəmiz ondan ibarətdir ki, qardaş, əgər istəyirsinizsə salamat maşını sürəsiz, istifadə eləyəsiniz, bu avtomobillərə 95 yanacağı vurmağınız daha tövsiyə olunur. Neçəli sürətdə istəyirəm bu dörqür? 50-60? 60'da ha, 60'da, 50'də 60'da dörqüt eləməyə başlayır. Şamlar dəyişəcək, problemlər aradan qalxmış olacaq.